Salam, hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Bugün Gol TV'də AFFA U11 Liqası 3-cü turun görüşü Sumqayıt EFA oyununu sizlərə təqdim edirik. Cavid Məmmədovun start biti ilə qarşılaşma başladı. Hər iki komandaya uğurlar arzu edirik. Komandaların heyətlərini sizə təqdim edirəm. Hal-hazırda meydançada olan oyuncuları Zahid Qəmbərov burada Noyerli etməyə çalışdı. Hemen diğerinde uğurlu da alındı. Komandanın heyətinə dərhal keçilərək EFA-da qapıda 1 nömrə Hüseyin Ağa Ağayev, 2 Uğur Nəbizadə, 4 Elimin Nəbiyev komandanın kapitanıdır. 11 Tunar Rəşidzadə, 19 Səid Kərimov, 27 İbrahim Bağurov, 88 Eltun Abdullayev. Komandanın baş məşqçisi Pərviz Abuşovdur. Sumqayıtın heyəti qapıda 1 nömrə Zahid Qəmbərov, 3 Araz Rızazadə, 4 Ülvi Əlizadə, 5 Mehdi Qurbanov, 7 Binyamin Qaziyev, 8 Səfər İskəndərli, 17 Elçin Əskərovdur. Komandanın məşqçisi Rəşad Kərimovdur. Heyətlərdə hər hansısa bir oyuncu dəyişikliyi olarsa onu da sizin diqqətinizə çatdıracağıq. EFA oyuncuları indi təhlükəli nöqtədən cərimə zərbəsi yerinə yetirəcək. Topun içerisində EFA'nın 2 oyuncusu var. Elmin və İbrahim'i görürük. Görək qapıya zərbəni kim indirəcək? Hakim bildirir ki, mənim zərbəmdən sonra qapıya zərbə indirə bilərsən. İbrahim yalnız məhz o topun gerisində qalıb. Hakimdən də işarə gəldi. Qapı istiqamətindən zərbə topu qapının üstündən vurur. Qapı çərçivəyə gedən qapı istiqamətindən zərbə kimi qiymətləndirmək olar bu cərimə zərbəsini. İnanmaq istərik ki, bundan sonraki dəqiqələrdə hər iki komanda gözəl oyunla azarkeşlərini sevindirəcək. Zahid Qəmbərov topu irəliyə vurur və qapçı nələr baş verdi, top qapıya daxil olur, qapçı gol vurur Zahid Qəmbərov. Araz bəlkə də bu ötürmənin məhsuldar ötürmə olacağını heç vaxt düşünməzdi. Zahidin qolu. Qarşılaşmanın 3-cü dəqiqəsində Sumqayıt oyuncuları hesabda önə çıxdı. İnanmaq istərdik ki, bu qolların davamı gələcək. Təbii ki, hər iki komanda Binyamin istiqamət, Binyamin mərkəzə çəkdi. Artıq top ona düşərkən yerdə qaldı. Daha bir hakim bu dəfə qayda pozuntusunu qeydə alır. Binyamin Qaziyevə qarşı qayda pozulmuşdu. Hakim isə təhlükəli nöqtədən cərimə zərbəsi təyin edir. Topun gerisində isə biz 7 nömrəli oyuncu Binyamin'i görürük. Qapı istiqamətindən zərbə. Kapitan Elmin topun qarşısını kəsir. Qəmbərov. Bugünkü oyunda onun bir golu var. Mehdi. EFA topu kazanır. Elton. Ötürmə verməyə oyuncaq da Tunal istiqamət ötürmə. Sumqayıt oyuncuları topu kazandı. Mehdi. Sağ cinaha doğru. Səyid amma burada Səfər topu rəqədən almağı bacarır və yaxın 2-cü dəqiq zərbə indirir. 2-ci qolu EFA'nın qapısından keçirir. Sumqayıt komandasının 8 nömrəli futbolçusu. Hörmətli futbol azarkeşləri, qeyd edim ki, bu oyun sizlərə Azərbaycan Futbol Federasiyasının dəstəyi ilə təqdim olunur. Dəstəyə görə AFFA'nın icraçı vitse-prezidenti hörmətli Sərxan Hacıyevə öz təşəkkürümüzü bildiririk. B qrupunun 4-cü turunun görüşləri də bilirsiniz ki, paytaxt son Binyamin'dən uzadan qapıya zərbə, top qapıya daxil olur. Komandanın 7 nömrəsi Binyamin Qaziyev 7 nömrənin haqqını verir. Uzaqdan qapıya zərbə vurur Hüseyin Ağa. Hüseyin Ağa bu topu tutmağa çalışsa da buna mane ola bilmədi. Yerlə ötürmə. Sahibə vermək istəyirdi o da. Sahib geriyə oynayır. Zahiddən irəliyə doğru ötürmə. Ernest yox. Həmini. Gir dayı. Bravo Ernest.
Binyaminə zərbə vurmağa burada imkan vermirlər. Qapı istiqamətdən zərbə, top qapı dirəyində dəyərək oyuna qayıdır. Bir tane de. Bəli, qayda pozuntusu hakimin diqqətindən yayınmır. Eltona qarşı Sumqayıt oyuncuları qaydanı pozmuşdu. David Qəhrəmanlı bugün 44 nömrə ilə meydandadır. Ayxan Xudiyev, onları da artıq biz oyunda görürük. Qurbanı əydin Binyamin. Efe futbolçuları standart vəziyyətdən topu oyuna daxil. Zahid topu uzaqlaşdırır. Qapı istiqamətdən daha bir zərbə. Ayxan Xudiyev. Bu dəfə Efe komandasının 7 nömrəsi gol vurur. Az öncə Sumqayıtın 7 nömrəsi gol vurmuşdu. Bu dəfə isə cərmə zərbəsindən Uğur top oyuna daxil. Top qapı dirəyində oyuna qayıdır. Elton yox, qapıya zərbə olmağa imkan vermirlər, amma Elton daha bir zərbə cəhdi. İləriyə doğru sürmə. David. Uğur. Rəqibinin 3 futbolçusunu keçməyə çalışırdı Ernest. Ernest topladı. David var onun qarşısında. Küncən zərbə ilə Ayxan, biraz arxadan, sənə gələcək, arxadan. Sumqayıt oyuncuları topu oyuna daxil edir. Qapıya zərbə, top qapı dirəyinə dəyərək meydanı tərk edir. Üzü qoyma. İləriyə doğru türməyə sahib. Burada yaxşı oynuyor. Uzaq məsafədən qapıya zərbə, Zahid Qəmbərov. Mən deyərdim ki, 2015 təvəllüdlü uşaqlar arasında ən güclü qapıçılardan biridir Sumqayıtın bir nömrəsi. Yaşına görə öz çevikliyi ilə diqqətləri öz üzərinə çəkib. Uğur. Yaxşı bir ötürmədir. Fərruh istiqamətli edilmiş bir ötürmə idi. Efa futbolçuları daha bir gol vurmağa çalışdı. Uzaqdan qapıya zərbə Zahid Qəmbərov az öncə ondan danışırdı komandasını. Qoldan xilas edir. Çox gözəl zərbə indirmişdi. Ayxan Xudiyev 3 zərbəsi ilə topu oyuna daxil edəcək. Bu dəqiqələrdə hər iki komanda açıq oyuna üstünlük görüb. Ayxandan içəriyə doğru ötürmə, qapıya zərbə. Qapının üstündən keçdi. Sahib cərmə zərbəsindən topu oyuna və Sumqayıt daha bir gol vurur. Xanın qolu, Xan Babayev. 13 nömrəli oyuncu. Çox maraqlı gol sevinci yaşayır. Yazdı bugünler. Golun təkrarı bizlərə bir daha təqdim olunur. Və çox rahat şəkildə Xan topu qapıya göndərir. Ayxan mərkəzdən topu oyuna daxil etməlidir. David. Sumqayıtın irəlidə presingi vardı, qapıya zərbə bu söz bəhrəsini verdi. İrəlidə çoxalmağa çalışdı Xan Babayev. Bir dəqiqə ərzində 2 gol vurur. Artıq ilk hissənin son saniyələri oynanılırdı və hakim ilk hissənin başa çatdığını bildirir. Qısa fasiləyə ayrılır. Bir də hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. İkinci sıra başladı. Sumqayıt Efa görüşündə inanmaq istərdi ki, ikinci sırada bizi çox maraqlı oyun gözləyəcək. Efa başlamaz ikinci hissə. Buraxılan qollardan birinə vədirən çıxır Uğur Quliyev. İlk hissədə çox çalışırdı. İkinci hissədə heç birinci dəqiqə olmamışdı. 55 nömrə gol vurur. Görüşdə 7 gol var. Binyamin. Binyamin yaxşı sürət yedi. Binyamin. Amma Uğur ondan top alır. Uğur Binyamin duelini izləyirik. Hüseyin Ağa. Elmin irəli oynuyor. Hörmətli futbol azarkeşlər, indi qayda pozulur. Binyaminə qarşı kapitan Elmin. Biz onların bugünkü oyunda duellərinin
çox şahid olduq. Hər iki futbolçu güclüdür və bir-birlərinə məğlub olmaq istəmirlər. Cərimə zərbəsindən Binyamin Qaziyev. Binyamin Qaziyev hətta ayaqqabı iplərini bağlayanda belə onu çəkmək lazımdır. Çünki onun nə edəcəyi bəlli deyil. Hər an istənilən məsafədən zərbə vurmağı bacaran oyuncularımızdan biridir. Hətta mən deyərdim ki, ən yaxşıların siyasındadır. Binyamin qapıya zərbə və top qapıdadır. Gözəl qol vurur Binyamin Qaziyev. Bu qol sənət əsəridir. Yəqin ki, Binyamin futbolla məşğul olmasaydı rəssam olardı. Çox gözəl zərbə indirir və səliqəli şəkildə. Bu mənim işimdir deyir. Binyamin Qaziyev 7 nömrə 3-cü qolu vurur. Bir maraqlı məlumatla sizin diqqətinizə çatdırım. Gol TV-nin çəkiliş etdiyi oyunlarda bu mövsümdən inanılmazdı. Qapçı Tunar nəyi xilas etdi? Çox möhtəşəm bir qurtarışda yadda qaldı. Fantastik bir qurtarış etdi. Yunis. Cərimə zərbəsini yedin yetirəcək. İrəliyə oynayır, içəriyə oynayır. Dabani də qapıya zərbə vurmağa çalışırdı. Fərrux Nəsibov. Ernest. Qapçı, indi qapçıya qarşı kobud oyun var burada. Ernest qaydanı pozdu. Sərt şəkildə Hüseyin Ağaya təması var idi. Tunar Real oynuyor. Elçin istiqamətlə komandanın qapıya zərbə qapçı Hüseyin Ağaya yaxşı oynuyor. Ernest'in zərbəsi geriyə ötürmə amma Yunis irəliyə oynuyor. Ülvi topu kazanır. Binyamin'le oynuyor. Binyamin yaxşı çevrildi. Binyamin neler edir? Binyamin keçdi rəqiblərini. Qapıya zərbə. Ağayev. Etsin alınacaq, etsin. Bir daha səbir gol alınacaq. İrəliyə doğru ötürmə. Elə yox, daha elə yox. Efa oyuncuları hücum qurmaq. Ayxan. Gəl etsin. Bini də var. Səni. Sağ. 2-7 nömrəli oyuncunun duelini izlədik. Efa topu kazandı. Qapıya zərbə vurmaq hələ ki imkan verildi Ayxan Xudiyevə qarşı. Belə hakim qayda pozuntusunu qeydə alır. Təhlükəli nöqtədən Efa cərimə zərbəsi yerinə yetirəcək. Topun gerisində Ayxan Xudiyev və Uğur Quliyevi görürük. Canlı səttlər 4 nəfər var. Hakim canlı sətti bir qədər də geriyə çəkir. Tunar qapısına diqqətli Sumqayıt komandasının 12 nömrəli qapısı. Görək qapıya zərbəni kim indirəcək? Hakimdən işarə. Gəldi qapıya zərbə və top qapıda daha bir gözəl. Yox, amma hakim bu qolu qeydə almadı. Bildirir ki, mən zərbəyə icazə verməmişdim. Çox istərdik ki, bu episodun təkrarı bizlərə bir daha təqdim olunsun. Və Ayxan bu episoda çox təəssüfləndi. Növbədə və zərbə təkrar olunur. Və top meydana tərk edir. Bəli, az öncəki episodu izləyirik. Hakim bəli, sanki fiti çalışmadı bu episodda. Amma Efa oyuncuları topu oyuna daxil etdilər. Bəli, fit yoxdursa bu qol qeydə alınmamalıdır. Amma uşaqlar arasında bir anlaşılmazlıq baş verdi. Uğur bu topun Güncən Uğur topu oyuna daxil edildi. Qapı istiqamətindən zərbə. Mehdi topu demək olar boş qapıdan çıxar, amma hakim bu qolu qeydə alır. Onun fikrinə görə Eltun Ayxan ötürməsindən sonra daha dəqiq desə Mehdi topu qapı xəttindən içəridə. İleriye doğru daha bir ötürmə izləyirik. Ayxan Xudiyev qapıya zərbə yerlə o qədər də təhlükəli olmur. Artıq bugünkü oyunda 9 gol vurub qapıya zərbə, daha bir gol. Efa daha bir golla yadda qalır. Uğur'un qolu. Uğur Quliyev. Binyamin Qaziyev cəlmə zərbəsinə bir başa qapıya, top qapının üstündən keçir. Altdan Sumqayıt başlayacaq.
İleriye doğru tümə qapçı topu qaytarır, daha bir yox zərbə imkanı vermirlər. Hüseyin Ağayev. İleriye doğru daha bir ötürmə izləyirik. Görək Efa 5-ci qolu vuracaq. Ayxan çevrildi. Ötürmə. Ona zərbə indirməyə imkan vermirlər. Çok güzel. Mehdi topu uzaqlaşdırır. Üçüncüdən zərbə ilə topu oyunu qapıya zərbə. Yoktu. Hadi ben gel Elçin. Bu dəfə də Sumqayıt oyunçuları topu boş qapıdan çıxarırlar. Salam. İnşallah növbəti oyunlarda gələrəm. Zad Qəmbərov yenidən oyuna qayıdır. Çok güzel. Gel bir daha da. Elçin de var. Elçin. Hörmətli tamaşaçılar, artıq görüşün Bir daha da. sonlarına doğru gedirik. Bilirsiniz ki, U11 liqasının bir hissəsi 25 dəqiqədən ibarətdir. Bünyamin oyna. Yəqin ki, hakim top meydanı tərk etdikdən sonra oyunu bitirəcək. Ha. Ha kardeş gel. 10 gol vurulub qapılara. Sumqayıtın üstünlüyü var. Və görüş bitdi. Hörmətli tamaşaçılar, hər iki komandaya gözəl oyuna görə təşəkkür edirəm, amma rubrikaya sadiq qalaraq hər komandadan bir nəfəri oyunun ən yaxşısı seçirəm. EFA-da 55 nömrə Uğur Quliyev, Sumqayıtda isə 13 nömrə Xan Babayev. Hörmətli futbol azarkeşləri, bizə ayrılmış vaxt burada başa çatdı. Sağ olun, gələn görüşlərə dək.